çağırır Əbu'l-Əsvəd Duəlinin yanına ki, bəs ərəb dili artıq başqa dillərin təsiri altına düşüb, təsirə məruz qalır. Gəl, biz Quranı hərəkələyək. Əbu'l-Əsvəd Duəli boyun qasırdı, deyir, yox, eləyə bilmərəm, ehtiyac yoxdur. Nəsə, belə bir hiylə işlədir, tarixdə gəlib bu məsələ. Deyir ki, Ziyad bir kişiyə tapşırır ki, bəs Əbu'l-Əsvəd Duəli buradan keçəcək. Sən də burada otur, o gəlib yanından keçəndə sən bu ayəni bu cür oxu. Ənəlləhə bəriun minəl müşrikin və rasulihi. Elə bir ki, ayə bu cürdür də. Ənəlləhə, həqiqətən Allah bəriun minəl müşrikin. Müşriklərdən uzaqdır. Və rasuluhu deyəndə, rasuluhu zəmməklə deyəndə və peyğəmbəri də müşriklərdən uzaqdır anlamına gəlir. Amma rasulihi deyəndə isə məna dəyişir. Allah müşriklərdən və peyğəmbərdən də, öz peyğəmbərindən də uzaqdır. Bu cür mənası dəyişir. Və kişiyə öyrədir ki, gəl otur burada və səhabə, Həzrət Əlinin səhabəsi buradan keçəndə bəs sən həmin bu Rasuluhu kəlməsini Rasulihi kimi oxu. Səhabə gəlir buradan keçəndə həmin kişi, həmin Tövbə surəsinin həmin ayəsinin Ənəlləhə bəriun minəl müşrikin və Rasuluhu əvəzinə Rasulihi oxuyur. Bunu eşidəndə səhabə biraz narahat olur ki, bu ciddi bir təhlükədir ki, məna dəyişir. Allah müşriklərdən və öz peyğəmbərindən uzaqdır mənasına gəlir.